ay aman, aman, aman bu lalənin əlindən. Yəni, pis çıxmasın. Biraz sözünü özünü bilməyən insanlardan, şərdən, böhtandan, hayasız insanlardan biraz uzaq durmaq lazımdır ki, mən bunu artıq özümə söz verdim ki, uzaq durum. Nə qədər çünki... Xalanız haqqında mı danışırsınız? Mən demişəm, sadəcə burada bir çox... Yox, sən heç də demə. Burada çox söhbətlər açıla bilərdi. Çox sözlər ola bilərdi. Çünki nalayiq sözlər işlənir mənim haqqımda. Amma bir zəng, hər şeyi mənim üçün kapatdı. Örtbasdır etdi. Birincisi evladım. Evladıma görə mən artıq... Bu hədə qorxu zəngi idimi? Nə idi bu zəng? Nə hədə qorxu? Siz nə danışırsınız? Heç bir. Saiddə Dadaşova elə bir şəxsdir ki, mən müğənnini qoyulmuşdur. Mən elə bir şəxsiyyətəm ki, mən elə bir insanın, elə bir nəhəng bir kişinin qızıyam ki, Allah rəhmət eləsin. mən heç vaxt, heç bir şey məni fikrimdən döndərə bilməz. Bəs nə zəng? Amma baxır nəyə? Mən ona söz verdim. Həm evladıma, həm ona. Evladım indi müəyyən şeyləri mənə deyə bilmir deyə mən çünki məktəbdə çox mənim uşağım artıq psixoloji bir duruma düşmüşdü. Ona deyirdilər ki, demirlər sən maman niyə belə deyirsə, onlar nə istəyir mamandan? Başa düşdünüz, mənim artıq uşağım deyir, mama ağlayırsan, səhhətin pisləşir. Mən artıq istəmirəm, nə öz səhhətimə zərər yetirmək istəyirəm. Çünki mən o yaşda deyiləm, mənim vaxtım yoxdur boş-boş insanlara. Məktəbdə uşaqlar... İstər-istəməz deyirlər də, maman həmişə efirdə ağlayır, mamana nə istəyir? Qıcıqlandırırlar, əlbəttə ki. Və mən söz verdim bir evladıma, bir zəng oldu gecə, bir zəng. Bu gecə? Yəni mən bura gəldiyim gün, sabah, dünəni, axşamı. Mən sadəcə deyirəm ki, hər bir şeyi geçsinlər, qoysunlar o insanı, fırlatsınlar. Mən istəmirəm ki, o insan ona görə ailəsi ilə artıq biabır olsun, artıq sözlər eşitsin. Mən öz Brilliant xanıma hörmətlə yanaşıram. Çünki mənim artıq Brilliant xanım artıq bezib, bilmir öz işləri ilə məşğul olsun. Bilmir bunlarla məşğul olsun. Və Brilliant xanım, mən bilən hər zaman sizə dəstək olub. Çox məyus olub o insan. Hər zaman sizə dəstək olub. Mən buradan Cəmilimi salamlamaq istəyirəm. Mənim İradə xalamın oğludur. Cəmil Dadaşov. Birisi Embrazers'da o vaxt oxuyurdu. Mənlə danışdı, bir xeylam danışdıq.